Azərbaycan ilə Türkiyə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, əlaqələrin genişləndirilməsi və tibbi turizm imkanlarının qarşılıqlı təşviqi məqsədi ilə Trabzon şəhərinə səfər edən Azərbaycan nümayəndə heyəti ilk olaraq özəl imperial xəstəxanasını ziyarət etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti xəstəxananın baş direktoru Cihan Başoğlu və idarə heyəti ilə görüş keçirmişdir. Görüş zamanı xəstəxananın fəaliyyəti, tibbi xidmət imkanları, idarə etmə sistemi, eləcə də beynəlxalq pasiyentlərə təqdim olunan xidmətlər barədə ətraflı məlumat verilmişdir. Daha sonra xəstəxananın həkim heyəti və rəhbərliyi ilə geniş tərkibli görüş təşkil olunmuşdur. Görüşlər zamanı sağlamlıq turizmi sahəsində potensial əməkdaşlıq istiqamətləri, pasiyent yönləndirmə mexanizmləri, birgə təşviqat fəaliyyətləri və gələcək tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, müasir sağlamlıq turizmi modelində yalnız tibbi xidmətin keyfiyyəti deyil, eyni zamanda yerləşdirmə imkanları, nəqliyyat, qidalanma, şəhər infrastrukturu və mədəni mühit də mühüm əhəmiyyət daşıyır. Səfərin əsas məqsədi Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində praktik əməkdaşlıq platformasının möhkəmləndirilməsi, tibbi xidmət ixracı imkanlarının araşdırılması, pasiyent axınının təşkili üçün institusional tərəfdaşlığın qurulması və gələcək birgə layihələrin icrası üçün əlverişli zəmin yaradılması olmuşdur. Bununla yanaşı, səfərin hər iki ölkənin sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən maraqlı tərəfləri arasında əlaqələrin gücləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcəyi vurğulanmışdır. Görüşün sonunda Azərbaycandan gələn nümayəndə heyətinin rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının riyasət heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev tərəfindən özəl imperial xəstəxanasının baş direktoru Cihan Başoğluya və idarə heyətinin üzvlərinə mükafatlar təqdim olunmuşdur. Özəl imperial xəstəxanasının baş direktoru Cihan Başoğlu isə Azərbaycan nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim etmişdir. Səfərin ikinci günü nümayəndə heyətinin Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmed Metin Gəncə, Trabzon Vilayət Səhiyyə İdarəsinin müdiri Doktor Məhməd Topsaqala və TÜRSAB Trabzon Vilayət Baş Təmsilçisi Mehmet Əli Tunaya nəzakət ziyarətləri baş tutmuşdur. Görüşlər çərçivəsində iki ölkə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlıq perspektivləri ətraflı müzakirə edilmişdir. Xüsusilə qarşılıqlı səfərlərin intensivləşdirilməsi, sağlamlıq turizmi sahəsində qarşılıqlı akreditasiya mexanizmlərinin təşviqi, təlim və təhsil proqramlarının inkişaf etdirilməsi, həmçinin turizm axınının artırılması məsələləri diqqət mərkəzində olmuşdur. Səfərin çərçivəsində keçirilən mühüm görüşlərdən biri də Trabzon Ticarət və Sənaye Odasının sədri Ərqud Çələbi ilə baş tutmuşdur. Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının riyasət heyətinin üzvü Ruslan Quliyev və ASK-nın Turizm və Xidmət Komissiyasının nümayəndə heyətində təmsil olunan üzvləri iştirak etmişdilər. Görüş olduqca səmərəli və maraqlı şəraitdə keçmiş. Müzakirələr zamanı son illərdə iki ölkə arasında həyata keçirilən görüş və layihələrin əhəmiyyəti, Türk Dövlətləri Birliyi formatında təşkil olunan tədbirlər, turizm sahəsində investisiyaların təşviqi, qarşılıqlı işgüzar forum və toplantıların təşkili, qarşılıqlı ziyarətlərin reallaşdırılması, eləcə də beynəlxalq platformalarda birgə fəaliyyət planlarının hazırlanmasının vacibliyi xüsusilə vurğulanmışdır. Ziyarətlər zamanı iki tərəfli formatda milli dəyərləri əks etdirən hədiyyə və plaketlərin təqdimatı da həyata keçirilmişdir.